Nəsimi rayon məhkəməsində oğurluqda təqsirləndirilən Bayram Hacızadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin hökmü ilə o 2 il 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması, yəni elektron qolbaq cəzasına məhkum edilib. İttihama əsasən Bayram Hacızadə təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməklə təqsirləndirilir. Məlumata görə təqsirləndirilən şəxs 18 may 2025-ci ildə paytaxt ərazisində yerləşən elektronika mağazalarının birinə müştəri qisminə daxil olub. O, ətrafda olan şəxslərin onu müşahidə etmədiyinə əmin olduqdan sonra satış üçün vitrinə qoyulmuş malları gizli yolla talayıb. Bundan başqa Bayram Hacızadə təkrarən eyni niyyətlə mayın 20-sində Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 117 ünvanında yerləşən Crescent Mall ticarət mərkəzinə fəaliyyət göstərən Baku Electronics mağazasına müştəri kimi daxil olub. O, yenidən ətrafdakı şəxslərin diqqətinə yayınaraq vitrinə qoyulmuş malları gizli şəkildə talayıb. Belə ki, Bayram Hacızadə mağazaya məxsus qiyməti 1299 manat 99 qəpik olan bir ədəd qol saatını oğurlayaraq hadisə yerinə uzaqlaşıb və bununla da hüquqi şəxsə maddi ziyan vurub. Məhkəmə iclasında Bayram Hacızadə ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini etiraf edib. Qeyd edək ki, ad və soyad şərti verilib.